Salam. Şimdi biz iktidai funksiya və integral dərsini sürətlə və qısaca izah etməyə çalışacağıq. Bugünkü dərsimiz ibtidai funksiya və ya qeyri müəyyən integral. Biz əvvəlki dərsimizdə diferensiyallama əməlini, yəni törəmə almaq əməlini öyrəndik. İndi isə törəmə əməlinin tərsi olan integrallama əməlini öyrənəcək. Bunun tərifi budur. Tərif. Əgər böyük f' funksiyası verilərsə və onun törəməsi bərabərdir kiçik fx funksiyasına, burada fx funksiyası böyük fx kəsilməz funksiyadır. F'(x) bərabərdir fx şərtini ödəyən y bərabərdir böyük fx funksiyasına, bunun adı da belədir. Böyük f hərfi, yəni böyük fx funksiyasına, y bərabərdir kiçik fx funksiyasının ibtidai funksiyası və ya qeyri müəyyən integralı deyildir. Yəni, əgər məsələn, bir fx funksiyası varsa, biz fikirləşməliyik bunun integralını tapmaq üçün. Görəsən, hansı funksiyadan törəmə alıblar ki, bu, deməli, məsələn, deyək ki, belə deyək də, məsələn, sinus x funksiyasının, ibtidai funksiyasını tap desələr, o saat biz fikirləşməliyik ki, görəsən, hansı funksiyadan törəmə alanda sinus x funksiyası alınır. Bunun üçün biz törəmə cədvəlini bilməliyik. Biz bilirik ki, kosinus x-in integralı mənfi sinus x-dir. Ona görə sinus x funksiyasının integralını tap desələr, biz kosinus x deməyəcəyik, mənfi kosinus x deyəcəyik. Çünki kosinus x desək, onun törəməsi mənfi sinus x-dir. Bizə isə sinus x almaq lazımdır. Bunun üçün belə edirlər. Mənfi kosinus x funksiyasının ibtidai funksiyası sinus x-dir. İbtidai funksiyanı tapmaq üçün onun cədvəli var. İbtidai funksiya cədvəlini yazıb əzbərləmək lazımdır. İbtidai funksiya cədvəli. Geniş şəkildə izah edə bilməyəcəm. Qısa da olsa deyək. Cədvəlin birinci elementi ibarətdir ki, bundan əgər fx funksiyası bizə sabit bir funksiya kimi verilərsə, k deyək. K burada sabitdir. K sabit bir ədəddir. Yəni, sabit bir ədəddir. Sabit. K sabit funksiyasının ibtidai funksiyası onu böyük fx ilə işarə edirlər. Bərabərdir kx üzərinə gəlsin hər hansı yeni bir sabit. Həqiqətən kx bir s-dən törəmə alsaq, onun törəməsi k-ya bərabərdir. Törəmə dərsində öyrənmişik. S-nin dəxili yoxdur. 1 olsun, 2 olsun, heç olmasın. Bütün halda bunun törəməsi kx-ə bərabərdir. İkinci, əgər bizə y bərabərdir x üstündə n qüvvət funksiyası verilərsə, n burada istənilən həqiqi ədəddir. N daxildirsə, deməli, istənilən həqiqi ədəd çoxmu? Belə ki, n gərək mənfi 1-dən fərqli olsun. Mənfi 1-dən fərqli olmaq şərti ilə x üstün funksiyasının ibtidai funksiyası x-in üstündə n+1 bölsün n+1 üzərinə gəlsin set üstürü ilə hesablanır. Məsələn, buna aid bir nümunə göstərək. Tutaq ki, bizə fx funksiyası x üstündə 10 verilmişdir. Desələr, bunun ibtidai funksiyasını tap, o saat düstura əsasən çox vacib düsturdur. Düstura əsasən, burada n-in yerində 10 durduğunu müəyyənləşdirməliyik. Onda yazmalı x üstündə 10 üzərinə gəlsin 1, burada da 10 üzərinə gəlsin 1, üzərinə gəlsin s. Qutardı. Bu da eləyir x üstündə 11, bölünsün 11 üzərinə gəlsin s. Bunu da çox vaxt 11-də
11'də biri əmsal kimi ayrılırlar, ikisi də 11 üzərinə gəlsin C şəklində yazılır. Məsələn, desək fx bərabərdir, x-in üstündə deyək ki, -10. Bunun iptidai funksiyası da həmin düsturla tapılır. Sadəcə e-nin yerində -10 yazılır, ona görə birbaşa yazılır. X-in üstündə -10, üstə gəlsin bir, yəni -9. Aşağıda da eynən bunu ki, -10 üstə gəlir, o da -9. Bunda çox vaxt əmsalı ayrı şəkildə yazılır. X üstü -9'u da müsbət üstü qüvvətlə əvəz edirlər. 1 bölsün x üstü 9. Məsələn, deyək ki, fx bərabərdir x-in üstündə. Yəni, nə demək istəyirəm? X-in üstündə nə cürədə də olur olsun, yalnız -1 ola bilməz. X-in üstündə deyək ki, kök altında 10 oldu. Bunun iptidai funksiyasını tapanda, yenə də həmin proses. X-in üstündə kökdə 10 üzərinə gəlsin 1 bölsün kökdə 10 üzərinə gəlsin 1. Məsələn, fx bərabər deyək ki, x-in üstündə y bir-birsiz trasiyində dədətdir. Bunun fx funksiyası x-in üstündə y üzərinə gəlinsin 1, bu y hərfidir, bölsün y üzərinə gəlsin 1 və s. Yəni, hansı qüvvət olur olsun, bax, bu şəkildə tapılır. Amma bircə şərtlə ki, n -1 olmasın. N -1 olduqda bu funksiya x üstü -1'ə çevrilir. Onun iptidai funksiyası, yəni y bərabər 1 bölsün x olduqda, bunun iptidai funksiyası belə fikirləşilir ki, görən nəyin törəməsini alsaq 1 bölsün x eləyər. Biz törəmə cədvəlindən bilirik ki, bu ln bərabər, ln modulda x üzərinə gəlsin c-yə bərabərdir. Həqiqətən ln x-dən törəmə alsaq 1 bölsün x. Modul nə üçün yazılırsınız? Bilirsiniz ki, ln-in uşaqları təyin olunma oblasti bütün müsbət ədədlər çoxuldu. Burada mənfi söhbət ola bilməz. X nə olur olsun, onun modulunu tapmaq lazımdır. Dördüncü çox məşhur düsturlar. Əgər y bərabərdir, fx funksiyası deyək ki, bunu qoy silək. Məsələn, trigonometri funksiyaların iptidai funksiyasıdır. Y bərabər sinüs x funksiyasının iptidai funksiyası bərabərdir mənfi kosinüs 2 üzərinə gəlsin c. Yoxlasaq, mənfi kosinüs x-in törəmi mənfi sabit üçün mənfi 1 qabaqda durur. Mənfi sinüs x-in 2 mənfi 1-ə vurur müsbət. 5-ci cədvəl y bərabərdir kosinüs x olsa, bunun iptidai funksiyası bərabər olur sinüs 2 üzərinə gəlsin c-yə, yəni sabit bir ədədə. Uşaqlar, burada bir şeyə fikir vermək lazımdır. Bu sinüs x, kosinüs x-in iptidai funksiyası və törəməsini tapanda bir şeyə diqqət yetirin ki, sinüs x-in iptidai funksiyası müsbət kosinüs x-dir. Üz üstə sinüs x-in törəməsi müsbət kosinüs x-dir. Sinüs x-in iptidai funksiyası mənfi kosinüs x-dir. Kosinüs x-in törəməsi mənfi sinüs x-dir. Kosinüs x-in iptidai funksiyası müsbət sinüs x-dir. Sonra iptidai funksiyanın belə bir cədvəli var. Əgər y bərabərdir, deyək ki, 1 bölsün kosinüs kvadratı x verilərsə, bunun iptidai funksiyası bərabərdir tangens x üzərinə gəlsin c-dir. Çünki tangensin törəməsi 1 bölsün kosinüs kvadratıdır. 7-ci, y bərabərdir 1 bölsün sinüs kvadratı x verilərsə, bunun iptidai funksiyası böyük fx bərabərdir mənfi kotangens. Çünki kotangensin törəməsi mənfi sinüs x-dir. Ona öyle bir mənfi gəlir, mənfi kotangens x üzərinə gəlsin c-dir. 8-ci çox məşhur funksiya y bərabərdir y üstü x üstü funksiyanın iptidai funksiyası özünə bərabərdir. Bu ən asan yadda qalan cədvəl elementlərindən biridir. Çünki y üstü x-in törəməsi də y üstü x-ə bərabərdir, iptidai funksiyası da y üstü x-ə bərabərdir. 9-cu üslü funksiyanın, yəni a üstündə x üslü funksiyasının iptidai, burada üzərinə gəlsin yadımdan çıxıbdır. Burada da bərabərdir a üstü x bölünsün ln aya, bölünsün ln aya bərabərdir, üzərinə gəlsin c. Belə yadda saxlanılır bəzən, yəni əhəmiyyətli bir sözdür. A üstü x-in iptidai funksiyası törəməsi a üstü x bura ln adır. İptidai funksiyası a üstü x bölsün ln adır. Elə bunlar, daha başqa bir şey yoxdur. Üstü funksiya loqaritmik və trigonometride. Əlbəttə, aksinüs, kosinüs funksiyaları var. Məsələn, onu ali məktəbdə keçəcəksiniz. Hələlik bizə lazımdır. Y bərabərdir, məsələn, 1 bölünsün kök altında 1 minus x kvadrat funksiyasının iptidai funksiyası arc sinus x üzərinə gəlsin c-dir.
veyahut da mənfi akışı üzerine gəlsin edir. 11-ci bir də y bərabərdir 1 bölünsün 1 üstə gəlsin x kvadratının iptidai funksiyası böyük f(x)i bərabərdir arctangens x üzerine gəlsin sayıdır. Bak bu iptidai funksiya cədvəli budur. Bunu ezber bildik. İptidai funksiya demək var ki, böyük hissəsini öyrənmiş hesab olsun. İptidai funksiyanın əvəzinə, məsələn, böyük f(x)in əvəzinə deyək ki, y bərabərdir kiçik f(x) funksiyasının iptidai funksiyası olan böyük f(x)in əvəzinə çox vaxt belə bir şey yazılır. İntegral deməli f(x) dx. Bax bu böyük f(x) yaxud da ki integral f(x) dx ikisi də eyni şeylərdir. İptidai funksiya və integral elə eyni şeylərdir. Ona görə məsələn belə bir şeyə rast gəlsə, deyək ki integral x üstündə n dx o saat cədvəlin ikinci düsturu yadımıza düşməlidir ki x üstə n iptidai funksiyası nədir? O saat x üstündə n plus 1 bölünsün n plus 1 şəklində yazılır. Bax bunları da bilməyiniz lazımdır. Bəli. Sonra iptidai funksiyanın tapılma qaydaları yeni bir əməl olduğundan riyaziyyatda iptidai funksiyanın tapılması üçün yeni əməllər var. Bu birinci əməlin adına deyilər iptidai funksiyanın tapılmasının 3 dənə əməl var. Birinci deyilər sabiti iptidai funksiya, sabiti integral işarəsi xaricinə çıxartmaq olar. Yəni hər hansı bir sabit yaxud da k yazaq, vursun hansısa bir f(x) funksiyasının iptidai funksiyasını tapsaq, onda k'yı yazırlar, olur integral f(x) dx şəklində. Oradan da k vursun, axı bu integral da iptidai funksiya deməkdir. K vursun f(x) üzərinə gəlsinsə, bax birinci qayda budur. Məsələn, bu qaydanın tətbiqinə aid bir misal yazaq. Desələr integral 2 vursun x-in üstündə deyək ki 5 dx bunu tap. O zaman birinci bu 2'ye baxırıq. 2 neyəcək? Heç də 2 sabit kimi duracaq qabaqda. Yəni integralda qabağa çıxır. Sonra integral cədvəlində tapıla bilən x üstü 5'in iptidai funksiyasını tapıram və yaxud da iptidai funksiya cədvəli. X üstü 5'in iptidai funksiyası isə x üstündə 5 plus 1 bölünsün 5 plus 1 üzərinə gəlsin s'dir. 5'in üstə 1 gələndə 6 edir. 2 vursun 6'da bir məxrəcdə bu şəkildə. Vursun x'in üstündə 6. 2'nin 6 qısa gedir. 3'də 1 x'in üstündə 6. Axırda üzərinə gəlsin s mütləq qoyulur. Əslində yazılışda müəyyən qüsur elədim. Burada üstə gələcək, burada da. Burada bəzi yerdə yazmadım, ona diqqət etirin. Axırda yazdım, kifayətdir, qutardır. İntegralın ikinci xassəsi ondan ibarətdir ki, iki müxtəlif funksiyanın, yəni f(x) bir də g(x) funksiyasının cəbri verilibsə, yəni həm cəmi, həm fərqi verilibsə, bu iptidai funksiyanı tapanda hər birinin ayrı-ayrılıqda iptidai funksiyalarını tapmaq lazımdır və sonra toplamadsa, çıxmadsa da çıxmağını tətbiq etmək lazımdır. Gx, dx. Məsələn, bunun kiçik f(x)in iptidai funksiyası böyük f(x), kiçik gx-in iptidai funksiyası böyük gx olarsa, deyilən bunun iptidai funksiyası böyük f(x) üzərində gx üzərində gəlsindir. Məsələn, deyək ki, belə bir integral, məsələn, deyək ki, x-in kubu üstə gəlsin sinus x, üstə gəlsin 1 bölünsün x funksiyasının, yaxud da çıxar 1 bölünsün x funksiyasının iptidai funksiyasını tapın. Mən sizə deyim ki, bu integralla yazılışda mütləq dx olmalıdır. Diferensial sözünün baş hərfi olub, deyək ki, integralı 6 funksiyanı, bax bunun adına integral 6 funksiya deyilir. İntegralın hansı dəyişənə görə aparıldığını göstərir. Buna görə sanki biri açılan, biri bağlanan mötərizə olan kimi integralda mütləq bu yazılıbsa, axırda mütləq dx, nəsə bir şey yazılmalı. Bunun ikisi qoşa işlənir. Bunun məsələn mənası o deməkdir ki, x kub 1 sus x minus 1 bölüs x funksiyasının iptidai funksiyasını tap. X kubun iptidai funksiyası ikinci qaydaya görə, qüvvət funksiyasının iptidai funksiyasına görə x 3'də gəlsin 1, 3'də gəlsin 1. Üzərinə gəlsin sinus x-in 2 mənfi kosinus 8. Çıxsın 1 bölüsün x-in 2 isə ln modulda x-dir. O da üzərinə gəlsin s. Burada elementar sadələşmələr aparsaq, 3'də 1 vursun x-in kubu. Bunun əvəzinə x kub bölünsün 3 və ya 3'də 1 x kub bilməsi eyni şeydir. Müsbəti mənfiyə vuranda mənfi edir. Çıxsın ln modulda x üzərinə gəlsin s. İkinci məşhur qayda budur.
İntegralın tapılmasında üçüncü qayda isə əgər bir fx funksiyası yox, fx funksiyasında x dəyişəni xətti mürəkkəbləşibsə, yəni x-in yerində kx plus b şəklində bir ifadə durursa, onun da integralını asanlıqla tapmaq olar. Və bu zaman x-in qarşısındakı əmsalın tərs qiymətini qabağa çıxartmaq lazımdır, sonra yazmaq lazımdır. Məsələn, qoy bir integralla yazışıq, f kx plus b artıq burada dx yazmır, kx plus b. Yəni kx plus b yeni bir dəyişən sanki t ilə işarəsi f'də dt oldu. Bunu da f funksiyası bir bölsün ki, qabaqda olmaqla f kx yəni plus b şəklində tapılır. Üzərinə gəlsin s təbii ki, hər birində olmalı. Buna ait bir misal. Məsəl üçün x-in üstündə deyək ki, kosinus x demirəm, x-i xətti mürəkkəbləşdirirəm. Məsələn, 2x üzərinə gəlsin, 3 dx şəklində yazıram. Onda o saat buna xətti funksiya olduğundan kosinus x deyil, amma x-in əvəzində 2x plus 3. O saat buna sanki bir x kimi baxırsan, deməli kosinus x dx-in iftihar funksiyası nə olacaq? Sinus x dx. Amma bizdə kosinusun arqument 2x plus olduğunda gerek birinci çalışdım, x-in əvəzində kx plus b olduğundan k'nın tərs qiymətini qabağa çıxacaq. Bizim misalda k2-dir, tərs qiyməti 2'də 1 olsun. Onda 2x plus 3'ün iftihar funksiyası kosinusdur çalışdım. Sinus 2x üzerine gəlsin 3'e çevriləcəkdir. Bax budur. İftidai funksiya budur. Testlərdən istənilən birini bu qayda ilə həll etmək olar. İftidai funksiyanın tapılmasının başqa qaydası yoxdur. Törəmənin tapılmasında 5 qayda var idi, burada 3 qayda. Yəni ilk baxışdan elə gəlir ki, burada qaydalar azdır, bunu deməli həlli asandır. Xeyr, qaydaların az olması daha da bunun həllini məhdud bir çərçivəyə salır. Ona görə çox qəribə funksiyalar veriləcək. Onların iftidai funksiyasını tapmaq üçün uşaqlar gərək bu cədvəldə olan və bu qaydalara tabi olan bir şəkilə gətirəsən. Məsələn, belə bir şey, deyək ki, integral, məsəl üçün, x-in kvadratı minus 1 bölsün x plus 1 dx. Aha, bu integralın mən kəsir olduğunu görürüm, amma kəsirin integralı anlayışı yoxdur. Amma kəsirin törəməsi anlayışı var. Əgər kəsirin integralı tapardım, tapa bilmirəm. Mürəkkəb funksiyan və s. Ona görə nə edəcəyik? Bunun üzərində müəyyən çevirmələr aparıb, bu 3 qaydaların birinə gətirəcək və cədvələ gətirəcək. Bu qaydaları gətirilmə prosesində bunların üzərində müəyyən riyazi əməliyyatlar aparmaq lazımdır. Məsələn, burada x kvadratı minus 1 kvadratlar fərqinin düsturuna görə x minus 1, x plus 1, burada x plus 1 yazsaq, x plus 1'lər ixtisar gedər, integral, x minus 1 dx'i almış olar. Artıq bu cədvəldə olan integral və integral qaydalarına tabidir. Bu iki dənə integralın fərqi kimi integral x dx çıxılsın integral 1 dx şəklində yazılır. X'in integralı qüvvət funksiyasının x'inə, qüvvət funksiyasının integralını gör. Burada 1'dir, bunu 1 üstə gəlsin 1 və xırışda da mütləq 1 üstə gəlsin 1. Çıxılsın. Birin integralı isə başda birinci cədvəldəki sabitin integralına görə bir vurulsun hansısa bir sabit. Məsələn, bir vursun x, xeyr, bir vursun x'dir. Yəni integralın diferensial tərs prosesdir. Biri qabağa çıxardır, sonra gedir x. Üzərində yazısı bir şey yazılır. Bunda qısa şəkildə x üstü 2 bölünsün 2, çıxılsın x, üstə gəlsin s. Burada uşaqların yeni rast gəldiyi yazılış formasıdır. X kvadratı bölünsün 2'ni, 2'də 1 x kvadratı çıxılsın, x üzərinə gəlsin s şəklində yazmaq lazımdır. Bu qədər uşaqlar. Növbəti videomuzda müəyyən integralı izah edəcəyəm. Əsas bu qeyri-müəyyən integralın çalışmalarını etdikdən sonra müəyyən integralın çox asan olduğunu, yəni bununla əlaqədar olduğunu görəcəksiniz. Sağ olun.